Mayın 4-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Abbasqulu Ağabakıxanov adına Tarix və Etnologiya İnstitutu ilə Türkiyə Cümhuriyyətinin Mərmərə Universitetinin Türkiyə Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli medievist Oqtay Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş 2-ci Beynəlxalq Şah-İsmayıl Xətai konfransı keçirilib. Tədbirdə AMİyanın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri xalq yazıçısı anar, hər iki elmi müəssisənin alimləri, eləcə də Oqtay Əfəndiyevin ailə üzvləri iştirak ediblər. Plenar iclasda çıxış edən akademik İsa Həbibbəyli konfrans iştirakçılarını salamlayaraq bildirib ki, son illərdə AMİyada həyata keçirilən əsas istiqamətlərdən biri tarixi və ədəbi şəxsiyyətlərə müstəqillik dövrünün Azərbaycançılıq ideyası işığında yenidən qayıdış prosesidir. Akademik qeyd edib ki, Sovetlər İttifaqı dövründə xalqların milli kimliyini, keçmişini və tarixi yaddaşını unutturmağa yönəlmiş siyasət apardırdı. Xüsusilə ötən əsrin 70-ci illərindən sonra vahid Sovet xalqı modeli çərçivəsində digər xalqların mənəvi dəyərləri və milli irsi arxa plana keçirilirdi. İsa Həbibbəyli vurğulayıb ki, bütün təzyiqlərə baxmayaraq, Ulu Öndər Heydər Əliyev Azərbaycanda milli mənəvi dəyərlərə qayıdış və milli özünü dərk siyasətini həyata keçirib. O bildirib ki, həmin dövrdə Ziya Bünyadovun Atabəylər Dövləti kitabı, Bəxtiyar Vahabzadənin Muğam poeması, eləcə də 60-cılar nəslinin yaradıcılığı milli düşüncənin formalaşmasına mühüm təsir göstərib. Akademik əlavə edib ki, Ulu Öndərin siyasəti nəticəsində Azərbaycan dili 1978-ci ildə konstitusiyaya daxil edilib və bu addım həmin dövr üçün böyük tarixi hadisə olub. Çıxış zamanı qeyd olunub ki, bugün Prezident İlham Əliyev tərəfindən ölkədə milli mənəvi dəyərlərin qorunması, tarixi şəxsiyyətlərin irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində ardıcıl siyasət həyata keçirilir. İsa Həbibbəyli bildirib ki, Azərbaycanda Səfəvişünaslıq məktəbinin banisi professor Oqtay Əfəndiyevdir və onun Azərbaycanda Səfəvilər dövləti əsəri Səfəvlərin Azərbaycan dövləti olduğunu elmi faktlarla ortaya qoyan fundamental tədqiqatlardan biridir. Akademik vurğulayıb ki, bugün də Şah-İsmayıl Xətainin şəxsiyyəti və fəaliyyəti haqqında geniş, fundamental elmi əsərin yazılmasına ehtiyac var. Tədbirdə çıxış edən xalq yazıçısı anar Oqtay Əfəndiyevin xatirəsinə göstərilən ehtirama görə akademiya rəhbərliyinə təşəkkür edib. O bildirib ki, görkəmli alimlə yaxın münasibətdə olub və onun elmə, tarixə böyük məsuliyyətlə yanaşmasının şahidi olub. Anar qeyd edib ki, Oqtay Əfəndiyevin Azərbaycanda Səfəvilər Dövləti kitabı Azərbaycan tarixinin 16-cı əsrinə dair mühüm və etibarlı mənbələrdən biridir. Tədbirdə çıxış edən Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov konferansın mahiyyətindən danışaraq iştirakçıları salamlayıb, xüsusilə xarici ölkələrdən gələn qonaqlara təşəkkürünü bildirib. Direktor çıxışında görkəmli alim Oqtay Əfəndiyevin elmi fəaliyyətinə də toxunub. Qeyd olunub ki, alimin Azərbaycan Səfəvi dövlətinə həsr olunmuş əsərləri böyük elmi əhəmiyyət daşıyır. Onun Azərbaycan Səfəvi dövləti adlı kitabı türk dilinə tərcümə edilərək Türkiyədə nəşr olunub və geniş oxucu kütləsi tərəfindən maraqlı qarşılanıb. Bildirilib ki, Oqtay müəllimin davamçıları bugün onun elmi məktəbini layiqincə davam etdirir. Əsərlərindəki əsas ideya xəttini inkişaf etdirirlər. Alimin Səfəvilər dövlətinə dair müxtəlif dillərdə çap olmuş çoxsaylı elmi məqalələr də mövcuddur. Tədbirə onlayn qoşulan Mərmərə Universitetinin Türkiyə Araşdırmalar İnstitutunun müdürü professor İlyas Kamaloğlu konferansın ölkələrimiz arasında elmi əməkdaşlığın daha da inkişafına töhfə verəcəyini bildirib. Sonda çıxış edən Oqtay Əfəndiyevin qızı dosent Vəfa Əfəndizadə Tezcan atasının xatirəsinə göstərilən diqqət və ehtirama görə minnətdarlığını ifadə edib. Qeyd edək ki, konferansda Azərbaycan, Türkiyə və Özbəkistandan 30-a yaxın alim iştirak edib. 2 bölmə üzrə təşkil olunan tədbirdə Oqtay Əfəndiyevin Azərbaycan Səfəvişünaslığının inkişafındakı rolu, Şah-İsmayıl Xətainin siyasi fəaliyyəti, Səfəvi dövlətinin təşəkkülü, diplomatik münasibətlər, eləcə də dövrün ədəbi və mədəni irsi ətrafında geniş müzakirələr aparılıb. Özellikle Atabatı Aliye kısmı, yani Neceli Kelleler, Kazım'da bu adata ait olan ve Ehl-i Beyt imamların, 12 imamlara ait ve imamzadelerin kabirlerinin bulunduğu bu bölge Safevi. Suallar çıktı ki, Şeyh Səfinin Qara Məcmuə əsəri özündə Türk dilində çok güzel de şiirleri var. Acaba bu doğrudan mı Şeyh Səfiyə aittir yoksa yok? Hərbi fəaliyyətinə bağlıdır. Şah-İsmayıl böyük tədqiqatının seçilməsinə dini inancıların təsiri. Bu mövzu əslində daha çox hərbiçilər üçün nəzərdə tutulub və həm də deyim ki, mən geniş bir məqalə hazırlamışam. Bu məqalə inşallah ki, çap olunar da maraqlananlar orada oxuyarlar. İkinci İsmail quş qonmaz, karvan keçməz Qəhqəhə qalasında 19 il 6 ay 21 gün zindan həyatı yaşamış bir şəxsdir. Və onun doğum tarixi ilə bağlı dövrün fasilli qaynaqlarında dəqiq məlumat olmasa da
müəyyən fikirlər söylənibdir bununla bağlı. Hələ ötən əsrin 30-cu illərində Avropa tarihindeki önemi herkese belli. Fakat bu önemi sadece zikren ifade etmek yetersizdir. Bunu fiiliyatta delillere dayanarak, tarihi verilere, gerçeklere dayanarak ispatlamak, ortaya koymak ve savunmak. Tüm bunları görebiliyoruz Oktay Efendi'nin çalışmalarında. O yüzden çalışmaları gerçekten sadece tarihçiler için değil, aynı zamanda kültür tarihi açısından da son derece önemlidir. Hukuk tarihi açısından da son derece önemlidir. Şəhərində təxt səltənət oturdu. Səltənət təxtində Azərbaycanda oturdu. Yəni dövrün demək olar ki, mötəbər mənbələrin hamısı bu cür qeyd edir. Yəni bunun bir Azərbaycan Türk dövləti olması heç bir şübhə doğurmur. O ki qaldı İran mədəniyyəti məsələsinə. Yəni hər kəsin istəyirəm ki, mərhum Oktay Əfəndiyev Azərbaycanda səfərli araşdırmaları, yəni elmi, profesyonel araşdırmalardan sonrasına profesyonel araşdırmalar sahəsində səfərlərin tədqiq olması için. Başkanım, pek kıymetli akademisyenler ve araştırmacılar, öncelikle hepinizi saygıyla selamlıyorum ve bu Brüksel toplantının teşkilinde emeği geçen herkese çok teşekkür ediyorum. Safevi Devleti'nin kuruluşu Orta Doğu ve Orta Asya jeopolitiğini kökten sarsan askeri ve dini bir dönüşümün başlangıcıdır. Bu dönüşümün mimarı Şah İsmail gibi görünse de aslında Şah İsmail'i siyasi bir figür olarak ortaya çıkaran sonuç Şeyh Cüneyd'den beri biriken askeri ve siyasi mirastır. Gelişimini ve Şah İsmail döneminde Safevi ordusunun stratejik kapasitesini ele almaktadır. Bu çalışmanın temel konusu Şah İsmail'in Lahican'daki sürgün yıllarından başlayarak Erzincan üzerinden Tebriz'e uzanan süreçte ordusunu nasıl teşkil ettiği, bu orduyu nasıl yönettiği, savaş... Bugün biz görürük ki, qlobal təhlükəsizlik məsələləri müzakirə edilərkən, geosiyasi proseslərlə bağlı müzakirələr gedərkən Hürmüz boğazın adına tez-tez rast gəlirik. Və bu, bəzən biz tarixdə görürük ki, tarihi proseslər böyük bir mühtəşəm paytaxtlarda yox, kiçik stratejik məkanlarda belə yazılır. Hürmüz də bu məkanlardan biridir ki, tarixi bütün dövrlərində geosiyasi proseslərə Belə təxribatdır bu. Tariximizdə bu şəkildə bizim üçün simvol hesab olunan, Azərbaycanın birliyinin rəmzi olan və bir tasavvufi ve ahlaki temalar, nasihatlardaki dil ve üslup özellikleri, içeriği sunarken başvurulan eğitsel unsurlar üzerinden olmasına rağmen bizim sülalede bu mersiye söylenirken insanlar ayağa kalkar, el ele tutuşur ve başlar yere eğilir. Şimdi ben o mersiyeden iki kıta okumak istiyorum. Sassız tabii ki. Bugün matem günü geldi. Ah Hasan, vah Hüseyin'im, senin derdin barın deldi. Ah Hasan, vah Hüseyin'im, şehit düşmüş Şah Merdan, vah Hüseyin'im. Kerbela'nın yazıları, şehit düşmüş gazelleri, Fatma'na kuzuları. Ah Hasan, vah Hüseyin'im, şehit düşmüş Şah Merdan, vah Hüseyin.
Kerbela'nın ölü yonca çıkmış diz boyunca, Şahatayım kararınca, ah Hasan, vah Hüseyin'im, şehit düşmüş Şah-ı Merdan, vah Hüseyin'im diye bir mersiye. İkinci mersiye de yine bizim şu aleme bir nur doğdu, Muhammed doğdu gece, Yeşil Kandil nura uyandı, Efendim doğdu gece. Ah la ilahe illallah, illallah şahım illallah, Ali mürşidimiz güzel şah. Eyvallah şahım, eyvallah, eyvallah pirim, eyvallah. Kızların hepsi açıldı cennet kapısı, alemin oldu tapusu, Muhammed doğdu gece, Efendim doğdu gece. Ah la ilahe illallah, illallah şahım illallah, Ali mürşidimiz güzel şah. Eyvallah şahım, eyvallah, eyvallah pirim, eyvallah. Şahatayım dervişler, sağ olsun cümle kardeşler, secdeye indi ağaçlar, Muhammed doğdu gece. Ah la ilahe illallah, illallah şahım illallah, Ali mürşidimiz güzel şah. Şahım eyvallah, eyvallah, pirim eyvallah, eyvallah. Teşekkürler.